Bir daha xoş gördük. Kia Sorento-dır, 2017-ci il. Deməli, burada nə problem var? Korobkanın bubliki qopub. Bu qopduğuna görə maşın nə dala gedir, nə qabağa. Bax, deyirəm. Tram deyil. Maşın getmir. Qaz verirəm. Maşın da D'dədir. Publik o dəmir hissəsindən qopub. Baxın, arxa zədini verirəm. Maşında tərpənmə yox, bir şey yox. İndi açanda sizə onu dəqiqliyi ilə göstərəcəm. Deməli, publik içəri iç hissədən qırılıb deyə. Səsinə baxın. Nasıl dışarıdan necə səs gəlir. Bunu söküb, onu tam dəqiqliyi ilə göstərəcəm sizə. Yəni, svarka yerindən qopur da, svarka yerindən qopur deyə ona görə belə işləyir. Deməli, korobkanı açmışıq. Və dediyim kimi, publik qırılıb. Bax, mexanik hissəsindən. Baxın, publik qoşda fırlanır. Bu da belədir. Bu hissədən olur, deməli, bu hissədən qopub düşüb yerə. Qopub üstündə qalıb. Maşında nə D'yə gedir, nə zadniyə gedir. Baxın, bu hissədən qırılır. Ona görə də nə D'yə gedir, nə zadniyə. Çox vaxt arxa EPV-dən də tutur. Ruchnoylar tutur, arxa. Bunu kilitləyir. Bu da getdiyi yerdə reski kilitlədiyinə görə sındıra bilir bunu çox vaxt. Keçən də biri var idi. Onda da belə olmuşdu. Onda publik dəyişdik. Maşın normal vəziyyətə düşdü.